Snailman yeni, gənc Fin ziyalılarının ən görkəmli nümayəndəsidir. Həmin dövrdə bir neçə Fin müəllivi, ruhanisi, vəkili və məmur xalq kütlələrini maarifləndirmək uğrunda səlib yürüşünə çıxmışdılar. Onlar daima deyirdilər: ağayanə paltar, nişastalı yaxalıq və başa qoyulan son dəbli şlyapa ziyalı olmaq deyil. Ziyalılar xalqın beynidir. Xalq sizi təhsil alandan sonra yaxşı maaş alıb, gecələr restoranlarda oturasınız və gününüzü kart və domino oynamaqla keçirəsiniz deyə böyüdüb tərbiyələndirməyib. Bu halda ziyalı deyil, ziyalı kifi olursunuz. Siz xalqın ağlını, iradəsini, enerjisini və vicdanını oyatmağa borclusunuz. Xalqın düşüncəsini oyatmaq və aydınlatmaq. Xalqı kəndlilərə, fəhlələrə, cəmiyyətin aşağı təbəqəsinə yaxşı yaşamaqda və bu yaxşı həyatı qurmaqda kömək etməlisiniz. Ona necə yaxşı işləyəcəyini öyrədin. Ona özünün yoxsul, ancaq sağlam bünövrəli məişətini necə quracağını öyrədin. Ona özünün və uşaqlarının sağlamlığını necə qoruyacağını öyrədin. Ona xoşbəxt ailə həyatını necə formalaşdıracağını öyrədin. Ərin öz arvadı ilə necə davranmalı, arvadın öz əri ilə münasibətlərini necə yaradacağını, uşaqlarını necə tərbiyə edəcəyini öyrədin. Xalqı dəqiqliyə, qayda-qanuna və intizamlı olmağa öyrədin. Xalqda vicdanlı olmağı inkişaf etdirin. Ona qanunları dəyərləndirməyi, özünün və başqalarının hüquqlarına hörmət etməyi öyrədin. Bütün bu işlərdə öz hərəkətlərinizlə xalqa yaxşı nümunə göstərin. Xalqa olan münasibətinizdə, sözdə və işdə onun tərbiyəçisi olduğunuzu göstərin. Unutmayın, bizim Suomi bütünlüklə böyük bir ailədir. Fin xalqı isə yoxsul odun qıranından və ya fəhləsindən, dul palkar yuyan camaşırçı qadınından tutmuş, bütün insanlarınacan, hamısı sizin kiçik qardaş və bacılarınızdır. Sizin vəzifəniz onları tərbiyə etmək, böyük mədəni xalqların ailəsinə daxil etməyə çalışmaqdır. Unutmayın, sizin xalqınızın savadsızlığı, qabalığı, içkiyə qurşanması, xəstəlikləri, yoxsulluğu, öz biabırçılığınız və cinayətinizdir. Gənc xalq müəllimlərinin, ruhanilərin, həkimlərin çoxu belə düşünürdü. Snailman isə onların arasında özünün xüsusi ehtirası və həvəsi ilə seçilirdi. Snailman qışla ayaq xizəyi ilə, yazda və yayda isə qayıqla, hətta piyada halda Finlandiyanın bütün rayonlarını bir-birinin ardınca gəzirdi. O, bu səyahət zamanı müxtəlif insanlarla, təbiətlə anadan gəlmə istedadlı kəndlilərlə, meşələrdə və şaxtalarda çalışan fəhlələrlə görüşüb danışırdı. Ən yaxşı oğlan və qızlarla tanış olurdu. Söhbətlər aparırdı. Onlara kitab bağışlayır, sonradan məktublaşırdı. Snailman bu sözləri təkrar etməyi çox sevirdi. Mən qaranlıq künc bucaqlarda canlı çıraqlar yandırırdım. Onlara daha gür işıq saçsınlar deyə yağ əlavə edirdim. 1, 2, 3, hatta bir böyük çayla bütün ölkənin insanlarının suya olan ehtiyacını ödəmək olmur, Snailman deyirdi. Hər bir ucqar kənd gərək özünün su qaynağını tapsın. Bu göl, çay, bulaq və ya quyu da ola bilər. Xalqın ruhunun yanğısı da belədir. Hər bir ərazi özünün insanlarına, canlı quyularına möhtacdır. Snailman belə insanlara məktub göndərirdi. Bu məktubları alan insanlar onların surətini çıxarıb başqa yerlərə də göndərirdilər. Snailman bu məktublarında tanışları zarafatla onları apostol göstərişləri adlandırırdılar. Bəzi insanları hərəkətə gətirir, ruhən möhkəmləndirir, bəzilərini qınayır, utandırırdı. Üçüncülərə məsləhət verir, qarşılarında yeni məsələlər qoyur, öz fəaliyyəti ilə yaxşı nümunə göstərirdi. Hətta qatarla yol gedəndə də o xalqın maariflənməsi ilə məşğul olan insanları bir yerə toplamağa çalışar və onlara deyərdi: siz çətənədən necə kanat düzəldildiyini bilirsiniz. Öncə ondan nazik saplar toxunan əlçimlər düzəldirlər. Bu saplardan kəndir hörürlər və bir neçə belə kəndiri birləşdirib, ondan nəhəng okean gəmilərini bağlamaq üçün yoğun kanat hazırlayırlar. Bizim işimiz də belədir. Biz müxtəlif yaxşı niyyətləri bir yerə toplayıb, onlardan bizim 2 milyonluq xalqımız üçün sarsılmaz maarifçilik gücü yaratmağa borcluyuq. Yay tətilində Snailman 2-3 həftəliyinə müxtəlif bölgələrə gedər, oranın bütün müəllimlərini bir yerə toplamağa çalışardı. Yüzlərlə daha artıq insan toplanardı.
Öncə bu toplantılara gönülsüz gedərdilər. Ucqarlıqdan, ağır keçən düşdan və müəllimliyin çətinliklərlə dolu qayğılarından yorulmuş insanlar deyinərdilər. Bəziləri isə səsini qaldırıb deyərdi: "Bu nə təzə nağıldır, bu nə kursudur belə, biz müəllimləri də öyrədəcəklər?" Sneylman bunları bilir, anlayır, ancaq incimirdi. O insanlara xəstəyə baxan həkim kimi yanaşırdı. Onları müalicə etməli olduğunu anlayırdı. Müəllimlərin birinci yay toplantısında Sneylman xalq müəllimlərinə dedi: "Əziz dostlar, işinizin necə ağır olduğunu bilirəm. Sizin ucqarlarda, savadsız insanların əməyinizi qiymətləndirmədiyi bu yerlərdə necə ağır bir şəraitdə yaşadığınız mənə çox yaxşı bəllidir. Ancaq nə etməli? Unutmayın, biz xalqın savadlanması kimi nəhəng işə hələ yenicə başlamışıq. Biz yeni ölkə kəşf edən pionerlərin vəziyyətindəyik. Xalqın maariflənməsi üçün lazım olan çətin mübarizənin bütün ağır yükünü çiyinlərimizdə daşımağa borcluyuq. Bu yolda bizi təriflər və təqdirlər deyil, ağır qurbanlar gözləyir. Mən sizə məhz onlardan, onların zəruriliyindən, onların qaçılmazlığından danışıram. Sizi fədakarlığa çağırıram, hamınızı buna qoşulmağa çağırıram. Qurban verməyə razı olan və bunu bacaran hamıya səslənirəm. Bağışlayın, bunları sizə açıq şəkildə deməyi özümə borc bilirəm. Bilirəm, bütün peşələrdə olduğu kimi müəllimlərin də arasında ruhuna görə pedaqoq olmayan çoxlu insan var. Onlara hətta sənətkar da demək olmaz. Onlar öz müəllim fəaliyyətini sevməyən, lənətləyən muzdurlardı. Onlara dostcasına təklif edirəm. Əl çəkib gedin. Özünüzə başqa peşə axtarın. Kontorlara gedib orada işə düzəlin. Ticarətlə məşğul olun. İstənilən işlə məşğul olun. Ancaq canlı ruhuna və böyük biliyinə ehtiyac duyulan insanların yerini tutub xalqın maariflənməsinə mane olmayın. Mənim bundan öncəki çağırışıma xalqımızın ən mədəni insanları olan fin alimləri hay verdilər. Onların hər biri sizə, hətta uzaqdan olsa belə, bütün biliklərin necə gözəl bir nemət olduğunu göstərə bilsinlər və sizlər də elmə olan bu yanğını öz şagirdlərinizə ötürə biləsiniz deyə 5, 6, 10 mühazirə oxumağı vəd etdilər. Xalq müəllimlərinin böyük çoxluğu Sneylmanın bu sözlərini ruh coşqunluğu ilə qarşıladı. Ona bu işdə kömək etməyə qərarına gəldilər. Müstəqil şəkildə daha çox oxuyub öyrənməyə başladılar, öz biliklərini genişləndirmək və dərinləşdirmək üçün gərgin çalışdılar. Zamanla onların hər biri görkəmli mədəniyyət xadiminə çevrildi. Ölkədə öncə onlarla, sonra isə yüzlərlə böyük və kiçik Sneylmanlar meydana gəldi. Johann Wilhelm Sneylman 12 may 1806, 4 iyul 1881 Görkəmli fin filosofu, ictimai siyasi və dövlət xadimi. Finlandiyanı bugünkü çiçəklənən ölkə olmağa gətirib çıxaran milli ideologiyanın yaradıcısı sayılır və onun gerçəkləşməsində böyük əməyi olub. Onun anadan olduğu 12 may tarixinin Finlandiyanı dövlət bayrağı bayramı kimi qeyd edilməsi təsadüfi deyil.